You can't control everything, friend. Sometimes you mess up, and sometimes it'll rain when you don't want it to rain, and you'll hurt when you don't want to hurt. But I think you'll make it, friend. You'll make it through this life just fine. Hər kəsə salam. İnşallah yaxşısınız. Mən də şükür yaxşıyam. Həmişəki kimi ev işlərindəyəm. Bu istəyirəm ki, şkafları təmizləyim və balkona çıxıram. Uşağım çöldədir, oynayır. Baxıram o ordadır ya yox. Elə istidir ki, hələ səhər təzdən çölədə çıxıb. Hava isti yerlərdə istidir. Serin olan yerlərdə qəşəng serindir. Biraz külək də əsir. Belə təmiz havadır deyə bilərəm. Çox külək də yoxdur, toz da yoxdur. Əsl ev işləri görməyə gündür. Və dənizdə bir baxın, nə qəşəng dəniz. İstəyərdim dənizə gedim, biraz istirahət edeyim, çay içim. Və bu saat elə fikirləşir ki, mən oturmuşam, dur, gez deyir. Amma mənim işlərim var, bilmir. Burada nə edirəm? Burada uşaqlar vəbşə qarışıb bir-birinə burada şeylər. Çünki uşaqlar gəlib nəsə axtarırlar vəbşə. Bu birinci hissə mənimdir. Orada mənim əşyalar olur. Hansı ki, kosmetika, belə mənim üçün lazım olan şeylər, mənim adaptar, belə şeylər. Amma bura qarışıb. İstəyirəm buranı təmizləyim, çıxardım. Mənim üçün lazım olmayan şeyləri mən ataram həmişəki kimi. Çünki mənim üçün lazım deyil də. Hər insan öz əşyanı deyim, səliqəli saxlamalıdır məncə. Və həmişəki kimi təmizlik günümdür. Mən hər şey deyim sizə, xəzinədə tapmışam buradan. Bu deyəsən qızımındır. O bir şeylərdən bura gizlədib. Və nə deyirdim? Mən hər işi bir gün eləyə bilmirəm, eləyərdim. Çünki balaca evdir də. Bu da sondur. Təmizlik belə təmizlədim. Hər yeri səliqə. Bu hissə yoldaşımındır. O hissə də mənimdir. Belə qarobka tapdım. Qəşəng qarobkadır. Bura istəyirəm öz şeyləri qoyum, kosmetika. Belə bir mişoçik sərirəm ki, ləkə olmasın. Xoşlamıram belə yağ ləkələr, nəsə ləkələr olanda. Bu kremi almışdım keçən il, amma burada 25-ci il yazır. Bilmirəm o nə ildir. Başa düşmədim. Bu perxat üçün olan kremdir, qalsın, baxaram. Bunu da almışam, hələ ki istifadə eləməmişəm. Onu ayaqlar üçün istəyirdim. Ayaqlarda bəzi hissələr var ki, hansı ki nə deyim sizə, qara ləkələr qalıb. Və bu Dior günəş qoruyucu krem superdir. Bu mən işlətdiyi kremlərdir. Bunu hələ ki istifadə eləmədim. Bu xoşuma gəlmədi. SPF bu krem super kremdir. Bu da SPF kremdir. Və bunlar da meteorolasiya arada eləyirəm. Axşam deyirlər, bunu üzmə şey eləyəndə yaxşıdır. Üz qoca üçün yaxşıdır. Məndə baldızım eləyir. O regularna eləyir, amma mən hələ də regularna eləyə bilmirəm. Bu duxunu da Faberlicdən sifariş vermişdim. Super belə iyisi var. Bu da mənim kosmetikamdır. O qədər çox kosmetika çəkmirəm, xoşlamıram. Yayda inanın ki, günəş qoruyucu kremlər alıram. Onları da düzgün istifadə eləyə bilmirəm. Çünki mənim üçün isti olanda, həm də dərisi də yağlı olanda kremdən sonra çox pis olur da, mən xoşlamıram. Burada başlamışam ki, güzgüləri təmizləyirəm. Sразу dedim, mənim bu Maybelline bu material çox pis materialdır. Niyə? Çünki çox belə ləkə saxlayır və istəyirəm yox, alınsa onu dəyişərdim. Vəbşə ağ istəyirdim. Nədənsə boz rəngə qərara gəldik, boz rəng aldıq. Amma sonra çox peşman olduq və indi hələ də elə imkan yoxdur ki, onu dəyişdirmək. Mən görürəm vloqlarda, bəzi videolarda hamı kraskalayır, ağ kraska çəkir. Deyirəm, bəlkə biz də kraskalayaq. Bu il sadəcə bizim vaxtım olmadı. Burada kraskalayıb getmək istəyirdik. O quruyana kimi biz uşa gələrdik bura. Amma bu yay elə oldu ki, biz bütün yay burada qaldıq. Və onu da eləyə bilmədik, qaldı. Bu güzgü də düşdü, bədbəxt, hələ ki yapışdıran yoxdur. İnanın ki, bir gün mən də istəyirdim yapışdırım. Sonra gördüm ki, o petlilər var, hansı ki
qapını şey eləyirsən də, çıxardırsan. Onları aça bilmədim və qaldı. Belə ləkələr saxlayır, çox pis ləkələr saxlayır. İnanın ki, hər gün təmizləsəm bu şkaf istəyir, amma mən hər gün təmizləmirəm. Çünki mənim hər gün bir bu şkaf təmizləməyə vaxtı yoxdur da. Mənim hər gün işlərim var. 3 uşağı var, hansı ki onları yemək verməliyəm, onların dalınca qab yumalıyam, belə yemək hazırlamalıyam. Belə. Ona görə də vaxtım olmur. Və mən də deyirəm ki, həftədə bir dəfə eləsəm də bəs eləyər sənin üçün. Burada belə bu istedim ki, bunları da təmizləyim. Sadəcə deyirdim ki, 2 şkaf səliqəyə salaram. Sonra gördüm ki, yox, çox belə ləkə izləri var, el izləri var. Uşaqlar da gəlib buradan nə axtarırlar, mən bilmirəm. Gəlirlər, nəsə axtarırlar, nəsə oradan alıb götürürlər, sonra gətirib qoyurlar və belə də ləkələr olur. İstər istəməz indi olur da ləkələr, nə edək, olsun. Bu elə olur ki, mən bu şkafı yumuşam. Və bu videonu inşallah bəyənərək baxarsınız, like olub abunə olmaya unutmazsınız. Mənim üçün çox xoş olar, çox gözləyirəm sizin like'ları və mesajları. Bəlkə nəsə yazarsınız, nəsə deyirsiniz, soruşarsınız. Mən həmişə dediyim kimi yeni podpişiklər var ya yox bilmirəm. Varsa da onlara deyirəm, mən Dağıstanlıyam. Dağıstandan bura gəlin köçmüşəm. 16 ildir Bakıda yaşayıram. Bura köçəndə Azərbaycan dilində heç bir söz nə başa düşürdüm, nə danışa bilirdim. Amma sonra elə alındı ki, mən imtahan verməliydim Azərbaycan dilindən və istər istəməz inanın ki, bir həftə ərzində həm oxuya bildim, həm biraz belə danışa bilirdim. Amma yaxşı oxuya bilirdim və yaza bilirdim. Çünki mən hazırlaşırdım ki, diktant yazmağa. Mən deyiblər, diktantda olmalıdır. Düzdür, egzamin yaxşı keçdi, amma orada diktant yox idi, sadəcə diktant. Bilmirəm, Azərbaycan dilində o nətər demək olar, diktant, amma yox idi. Və belə öyrənmişəm. İndi daha da çalışıram ki, yaxşı danışım. Çünki məncə dil bilmək bu ən yaxşı bir şeydir. Uşaqlara da deyirəm, onlar da arada çətinlik çəkirlər. Çünki biz evdə rus dilində danışırıq və ləzgi olsa da rus dilində danışıram. Dərbənddə yaşayanlar bilir də, orada hamı rus dilində danışır. Və evdə də istər istəməz biz rus dilində danışırıq. Uşaqlar rus sektora gedirlər. Və elə olur ki, uşaqlar da arada deyirlər, yəni onlar üçün də çox çətin olur Azərbaycan dili. Amma mən deyirəm, nə olursa olsun, biz bu ölkədə yaşayırıqsa, biz dilini bilməliyik də. Çünki biz bilməliyik. Çünki biz burada yaşayırıq, evim buradır. Çalışıram ki, belə başa salmağa. Və hal-hazırda nə edirəm? Prixoşkanın bu günündə təmizləyirəm. Burada da çox el izləri olur. Uşaqların çox çölə çıxıb gəlirlər və ona görə də el izləri də çox olur. Arada deyirəm, arada onlar deyirlər, ana biz yorulmuşuq, sən hər gün deyirsən, ora el vurma, bura el vurma, biz axı istirahət eləyirik. Onlar belə deyəndə mən də elə fikirləşirəm ki, elə bil ki, mən xəstə olmuşam da bu təmizliklə. Və bir xanıma yenə də demək istəyirəm ki, bir eski ilə hər yeri təmizləmirəm. Sadəcə o vaxtı göstərmirəm ki, hansı ki, mən onu yuyub təzəsini gətirirəm. Onları da çəksəm, orada bütün gün çəksəm, 24 saatlıq video heç kimə lazım deyil də məncə. Burada bir hissədir və göstərirəm ki, bir balaca qusoçuqlar göstərirəm ki, nə iş görürəm, nə edirəm. Və buradan bilmək olar ki, onu yəni hər insan başa düşə bilər, qadın başa düşər ki, bir eski olsa da və onu bir neçə dəfə gedib yuyub gətirirəm də, elementarla bu uyanda da, bir otaq uyanda o eski ilə o birisi otağı biz yumuruq, bu silmirik. O eskini yuyub silirik də bu. Və belə xanımlar, belə bir gündür, belə təmizlikdir. Dediyim kimi, bütöv işləri bir gün eləyə bilmirəm, az eləyirəm, bir gün təmizlik eləyirəm, bir gün belə bir şeylər eləyirəm. İndi bugün bunları elədim.
Sabahları istəyirəm pəncərələri silim, təmizləyim. Niyə hər gün eyni gündə hər şey eləyə bilmirəm? Çünki qonaqlar gəlir, arada qonaqlar gələn, indi bu gün də gəlməlidir, sabah dünən də gəliblər, yəni də bilmirik indi nə vaxt kim nə vaxt gəlir, hamı nə vaxt istəyirsə zəng eləyib deyir ki, biz gəlirik sizə. Qaynanamın yanına gəlirlər də gələnlər. Və elə olmalıdır ki, həm ev təmiz olmalıdır gələndə yəni belə bardaqda gəlsin. Mən də istəyirəm ki, evdə səliqəli olsun. Ona görə də az iş götürürəm ki, həm ev təmiz görünsün, həm də mən də öz işimi görüm. Belə. Buranı da istəyirəm silim. Burada da çox tez toz olur. Və aksesuarlar olur. Bunu Dekalivdən almışıq. Bizdə birinci mərtəbədə Dekaliv açılıb və hər gün ora gedirəm. Və salam qızlar, burayla işim bitdi, hər yer təmizdir. Gedirəm, başqa işləri görürəm. Buradan da bir el gezdirim, yenə bəlkə də nəsə qalıb. Buranı təmizləmişdim. İstəyirəm biraz da belə keçirdim bu quru eski ilə baxım. Ləkələr qalmasın, təmiz olsun, bir həftə qalsın, baxım qalacaq ya yox. Arada qalır, uşaqlar çox belə qorxanda, mən qışqıranda arada da. Burada keçmişəm hamama, eyni dəyişdirmişəm. Burada o paltardan biraz narahat oluram. Buranı da silim keçincə. Hamam işimi də bitirmişəm, keçincə təmizləmişəm. Sizə göstərmədim. O gün qızlar deyir, ana deyir, sən deyir, yorulmursan, deyir, sənin podpişiklər yorulmurlar, deyir, hər gün eyni şeylər göstərirsən, deyirəm, yox, mənim kanal bundan ibarətdir də və ona görə də göstərirəm. Çox yorulmuşam və neynirəm, kofe içirəm, qaynanamla kofe vaxtıdır bizim, biraz həm istirahət edirəm, həm kofe içirəm və sonra baxaram, yeməyə nə hazırlayaram, nə var, nə yox, uşaqlar nə istəyirlər, nə hazırlaya bilərəm, tez olaram, kofe içim, biraz istirahət edeyim. Siz kofe içirsiniz, sevirsiniz. Və kofedən sonra oğluşumla biz çıxdıq yola. Yol hardadır? Yol Semradadır. Semra mağazını da çox sevirəm. Orada da çox qab-qacaq var. Bu desti istədim. Amma hələ ki almadım. İstəyirəm bu desti alım. Mən qızlar və qaynanam oturub belə qəşəng çay içmək. Burada 4 stakan və çaynik zavarnikdə. Amma mən ora kofe eləyərdim. Kofe eləyib oturub içərdim. Rastvarimi kofe. Bu da qəşəngdir, amma dem çaynik çox belə uzun, böyükdür. Bu qədər uzun çaynik xoşlamıram və orası çatlamışdı. Biraz çat var idi orada. Bu ya pəmbə alaram, ya yaşıl olanı alaram. Burada qəşəng skitkalar var. Kstati, burada bir çox şey baxmışam, amma bugün heç nə almadım. Bugün başqa şey üçün gəlmişdim bura. Və onu da tapmadım. Yeni başqa şeylər aldım, getdim. Amma bir gün rahat gələrəm. Çünki indi oğluşumla gəldim. Mən nəyə baxırımsa o deyirdi, gəl evə, mən yorulmuşam. Bunu al, onu al deyirdi. Mən də yorulurdum. Mən istəyirəm rahat, belə sakit baxmağa. Nə istəyirəm onu baxım rahatca və sonra alım. Belə bir şey də var idi.
nə bilim çox şey var, amma hamı lazım olan şeylər deyil də. İndi hər insan özü bilir evə nə lazımdır. Mən belə bir piknik korzinkanı istəyərdim. Amma çox bahalıdır. Fikirləşirəm ki, yay qutaranda ucuzlaşar və sonra alaram, qoyaram. Gələn ay bəlli ki də pikniklərə gedərik. Bu il heç bir yerə getmədik. Sadəcə bir dəfə getdik və bəs elədi bizə. Burada bu limonlu qablar xoşuma gəlmişdi o dəfə, amma indi yox. Uca axşamdır, biz gidirik evə. Evə gedəndə bizim bu yolda dondurma mağaza var. Hamı indirimə düşdü. Bunlar 10, 15, 30 manat olan 3D marojna olanlardı. Amma mən başqaları aldım, çox aldım, başqaları aldım. Uşaqlara belə fruktovi lёd aldım. Özüm üçün mən həmişə sevdiyim oazis alıram və bazar storada girdik. Olmazsa olmazı. Burada da qəşəng skidkalar var. Uşaqlara deyirəm, gəlin konserləri buradan alaq. Amma onlar istəmirlər. Onlar istəyirlər o mağazalardan almaq. Orada bloknotlar, belə şeylər var. Onları istəyirlər daha çox. Dəftərdən çox belə şeylər çox istəyirlər. Lazım olmayan stikerlər, belə şeylər. Belə bir dondurmalar aldım və axşam yeməkdən mən də qreçka ilə toyuqdum. Göz haqqını halalayın, bizə də nuş olsun.